Salam əziz izləyicilərim, bugün sizə Azərbaycan mətbəxinin ən gözəl yeməklərindən olan küftənin hazırlanmasını təqdim edirəm. Küftə bolbaşı hazırlamaq üçün noxudu və əti ayrı-ayrı qazanlarda qaynadırıq. Küftələri hazırlamaq üçün ət çəkən maşınla ət və soğan keçirilir. Yumru düyü əlavə olunur, duz, istiot, sarı kök və nanə qatılır. Bir yumurta qatılıb yaxşıca yoğrulur. Ortasına turşu qoyub, alça turşusu qoyub, küftələr yumrulanır duzlu su ilə. Bu halda hazırlanmış hissələri qaynayan suyun içərisinə əlavə edirik. Öncədən suya bir qaşıq duz atırıq. Küftələr qaynayan zaman üzərinə kəfi yığılır. Hissələrə bölünmüş kartof da qaynayan küftələrin içərisinə əlavə olunur. Kənarda qaynadılmış ət və noxud qazana tökülür.